Yadda saxlayın, erkən diaqnoz həyat qurtarır devizinə sadiq qalaraq belə çıxış eləmək istəyirəm ki, yaxşı olar ki, analar, beyninizdə bu fikri aradan qaldırın. Qızım ailə həyatı qurmamış, onu ginekoloqa aparmayacağam, yanlış bir fikirdir. Siz yaxşı olardı ki, ən azından qızınızı ailə həyatı qurmazdan əvvəl bir ginekoloq nəzarətinə alasınız. Lazımdırsa, yəni kista falan varsa və yaxud da ki, başqa bir ginekoloji problemi varsa, biz öncədən bilib ən azından xəstəyə öncədən yardım eləyə bilərik. Və məsələnin də anacıq tərəfi ondan ibarətdir ki, xəstələrin böyük əksəriyyəti yeni ailə həyatı qurmuş gənc qızlarımızda artıq elə bir halda müraciət edirlər ki, doktor, ailə həyatı qurmuşuq, artıq 1 ilə yaxındır hamilə qala bilmirik. Belə xəstələr birinci sonsuzluqdan əziyyət çəkir. Müayinə əsasında görürük ki, xəstənin əslində hamiləliyinə əngəl olan bir səbəb, məsələn, kistadır, çox böyük ölçüyə çatıbdır, artıq müalicə ilə sorulmayacaqdır, mütləq xəstəyə cərrahi müdaxilə lazımdır. Yəni bu hala gəlib çıxmayasınız deyin, yaxşı olar ki, ən yaxşı halda heç olmasa ayda bir dəfə, 3 aydan bir, 6 aydan bir ən azından ginekoloq nəzarətində olasınız. Bütün növ ginekoloji prosedurlar, eləcə də digər prosedurlar üçün hər cür şəraitimiz klinikamızda var.